Arvad, gel PUBG oynayaq. Get vızgırt, yemek pişirirəm. Brat, gel bir vs ataq, səni palçıq edim. Sən yaşlıların nəvəsini oynadır deyib. VO3-də hazırladığım videolar səssiz və ya ingilis dilində olursa diqqətlə bax. İlk öncə siz yazdığınız prompta diqqət etməlisiniz. Bunun üçün də gəlin nümunə göstərim mən sizə. Keçən dəfəki videomda da göstərmişdim ki, siz prompt hazırlamazdan əvvəl sizə verdiyim PDF faylını Gemini-yə başa salmalısınız. Gemini-yə ola bilər və yaxud da başqa süni intellektdə də ola bilər. Yəni bunu ChatGPT vasitəsilə də edə bilərsiniz. Baxın, burada mənim faylım var. Bunu buradan göndərirəm. Göndərməmişdən əvvəl də yazıram ki, VO3 üçün video hazırlayarkən yazdığınız promptda buradakı nümunələrə uyğun hazırla. PDF-i yaxşı şəkildə analiz etsin, ona uyğun yazsın. Yəni bunu özünüz qeyd edin, daha sonra göndərin. Özü ona uyğun prompt yazacaq. Bunlardan əlavə olaraq isə promptda yazdığınız cümləyə diqqət edin. Misal üçün mənim burada videomun biri əmələ gəlib. İndi cümləyə baxaq, daha sonra videonda göstərəcəm sizə. Həqiqətən də işə yarayır bu formada etmək. Baxın, gördüyünüz kimi burada cümlə yazılıb. Cümləni yazanda baxın, old man, yəni qoca kişi deməkdir bu. Aşağı hissədə isə old woman yazılıb. Bu da isə qoca, yəni yaşlı qadın deməkdir. Bu mənaya gəlir. Onun dediyi sözlər olaraq qeyd olunub. Burada da bizə lazım olan əsas söz yazılır. Yəni üstdə ümumi mətnimiz var. Yəni promptumuzun əsas gedişatı burada qeyd olunur. Yazılan burada cümləyə diqqət edin. Misal üçün burada baxın, dialoq bölməsində 2 nöqtə və yaxud da digər əlavə nöqtə falan yoxdur. Gəlin burada nümunə olaraq birini göstərim. Baxın, biraz yuxarılara qalxaq. Burada baxın, hər cürə videolar hazırlamışam. Baxın, misal üçün bunu nümunə kimi göstərim. Baxın, burada misal üçün men yazılıb, arxasına 2 nöqtə qoyulub, yenə dırnaq içərisində dialoq yazılıb, yenə onun altında isə 2 nöqtə falan. Bunlara diqqət edin. Buralarda çaşa bilir süni intellekt. Baxın, axırıncı yazdığımda elə şeylər yoxdur. Elə adi şəkildə old man yazılıb, daha sonra burada dırnaq içərisində qeyd olunub. Yəni bunlara diqqət edin. Daha sonra cümləni isə keçən dəfəki videoda da qeyd etmişdim ki, bu formada kopyalayıb gəlib bunu ya Gemini-nin özü ilə translate edib baxa bilərsiniz və yaxud da Google Translate vasitəsilə çevirib baxın ki, görün orada nə deyir. Bəlkə orada qarışıq bir şey deyir deyə çaşır. Yəni bunları nəzərə alaraq hərəkət edin. Əlavə olaraq da nəzərinizdə saxlayın ki, Gemini dil modeli olaraq VO3-ə inteqrə olunduğundan sonra Azərbaycan dili hələ tam şəkildə yerinə oturmayıb deyə belə çətinliklər ola bilər. Siz bir dəfə burada yazdığınız promptu göndərin, gördünüz olmur, ingilis dilində danışdı. Hə, deməli burada VO3 ilə hazırlayır, arxain ola bilərsiniz. Yoxlayırsınız, nə qədər edirsiniz, yenə səssiz olursa, öyrətdiyim qaydada burada video bölümünün üstündə siçanı saxlayın. VO3 sözünü orada görürsünüzsə, deməli VO3 ilə hazırlayır. Yox, VO2 yazılıbsa, bunu da yenə keçən dəfəki videomda göstərmişdim. VPN vasitəsilə həll edə bilərsiniz. Çox keçən dəfəki video deməyimə ehtiyac yoxdur. Sağ üstdə həmin videonu qoyuram, həmin videon daxil olub izləyib ətraflı öyrənə bilərsiniz. Burada çox uzun deməyəcəm. Gəlin indi hazırladığım 2 dənə videonu göstərim. Bunları nümunə kimi hazırlamışam, baxaq. Arvad, gel PUBG oynayaq. Get vızgırt, yemek pişirirəm. Bəli, gördüyünüz kimi videomuzun biri budur. Digəri isə buradadır. Biraz yuxarı qalxaq. Baxın, gördüyünüz bu videodur. Gəlin buna da baxaq. Brat, gel bir vs ataq, səni palçıq edim. Sən yaşlıların nəvəsini oynadır deyib. Bəli, gördüyünüz kimi videonun ikisi də rahat bir şəkildə sərbəst Azərbaycan dilində danışa bilir. Burada nümunə olaraq birini də hazırlamaq istəyirdim. Sadəcə müddəti uzatdı. Yəni ayın 11-nə vaxt verdi ki, ayın 11-dən sonra açılacaq. Bu arada bu formada xəta verməsinin də səbəbi odur ki, çox istifadəçi var. Eyni anda hamısı video hazırlayır və bu zaman sistem interfeysi düzgün cavab verə bilmir və çətinlik çəkir. Ona görə də Google belə bir sistem qurub istifadəçilərin limitini azaldırlar. Normalda 5 limit olduğu halda 3 limitə düşür və bəzən uzun müddətlərcə gözləməli qalırıq. İstifadəçilərin bir ay tamam olduqdan sonra bu problemlər yavaş-yavaş aradan qalxacaq. Onun üçün də nümunə kimi hazırlaya bilmirəm. Ümumiyyətlə nümunə ilə burada qeyd olunub, hazırlamağa ehtiyac yoxdur. Digər vacib məsələləri deməzdən əvvəl qısa bir açıqlama verim ki, kanalımızda bunun kimi maraqlı, faydalı, sizin işinizə yarayacaq videolarımız var. Aşağıdan daxil olub kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəncini aktiv edərək kanalımızın inkişafına kömək ola bilərsiniz. Bəli, yəni cümləni toparlasaq, qısa şəkildə sizə qeyd edim ki, Gemini-də burada hazırlamaq istədiyiniz zaman Azərbaycan dili tam inteqrə olunmadığına görə burada çətinlik çəkə bilər və yaxud da yazdığınız promptda problem ola bilər. Daha sonra VPN məsələsi falan, bunların hamısını ümumi şəkildə nəzərə alaraq hərəkət edin. Mən misal üçün bu videonu hazırlamaq üçün dəfələrlə uğursuz nəticə olmuşdu. Misal üçün baxın, bunun özünə bir dəfə baxın. Burada real nəticə alınıb, yəni uğurlu olub. Daha sonra üstdə bir var, bu uğursuzdur. İngiliscə danışır. Burada yenə bu da uğursuzdur. İngiliscə danışır. Yəni 3 dəfə yoxlamışam. Yəni mənə verən limitin hamısını işlətmişəm. Axırında uğurlu nəticə olub və Azərbaycanca danışmağa başlayıb. Siz də bunu 1-2 dəfə yoxlayın, təcrübə edəcəksiniz, görəcəksiniz ki, həll olundu. Əsasən diqqət edin, yazdığınız prompt məsələsinə görə olur. Başqa heç bir şey yoxdur burada.
Və bunlardan əlavə olaraq sizə ən vacib məsələlərdən biri haqqında danışım. Diqqət edin buna, yoxsa kartınızdan hər ay 30 dollar, 40 dollar aralığında pul çıxacaq. Mütləq bunu nəzərinizdə saxlayın. Əgər Google One abunəliyi aktivdirsə sizdə, yəni VO3-ə görə aldığınız, pulsuz hesab etdiyiniz xidmət sizə gələcəkdə pullu ola bilər. Yəni bir ay sizə bunu pulsuz verir, ikinci aydan etibarən sizin kartınızdan pul çəkir. Əgər kartınızda pul yoxdursa, kartınıza mənfi gələcək. Bunu nəzərinizdə saxlayın. Ona görə də Google One abunəliyini ləğv edin. Baxın, gördüyünüz kimi mən də burada ləğv etmişəm. Ətraflı şəkildə burada görünür. Bunun videosunu YouTube-a çəkmişəm. Yəni kanalımızda var. Baxın, gördüyünüz kimi hər ay 20 dollar çıxacaq yazmışam. Başlıqlı videodur. Daxil olub baxa bilərsiniz. Hətta belə hazırda sağ bölümdə çıxdı. Oradan baxıb ətraflı məlumat ala bilərsiniz. Mütləq tövsiyə edirəm ki, həmin videonu izləyin. Yoxsa az öncə qeyd etdiyim kimi kartınızdan 20-30 dollar çıxacaq. Sonra peşman olacaqsınız ki, gərək ləğv edərdim. Gərək abunəliyi dayandırardım. Baxın, burada ətraflı şəkildə görünür. İptal edildi. Tarix nə qədər görünür. Elə videoda hamısını ətraflı göstərmişəm. Həm kartınızı Google-dan silirsiniz ki, gələcəkdə oğurlanma kimi problemlər olmasın. Həmçində bu Google One abunəliyini ləğv edirsiniz ki, bu da gələcəkdə pul çıxmasın. Yəni bunları nəzərinizdə saxlayın. Yenidən qeyd edirəm. Video Texnoklub YouTube kanalında var. Az öncəki kimi yuxarıdan daxil olub baxa bilərsiniz. Kanalın özünə də daxil olub həmin videonu rahatlıqla tapa bilərsiniz. Bəli, videomuz bu qədər idi. Çox uzatmağın mənası yoxdur. Bura qədər izləmisinizsə, bura qədər izləyən hər kəsə təşəkkürlər bildirirəm. Bu VO3-də video hazırlamaqda çətinlik çəkirsinizsə, geniş şəkildə videosunu çəkmişəm. Videomuzun əvvəlində də bu haqqda geniş məlumat verdim. Bu videomuzu izləyərək edə bilərsiniz. Baxın, başlığına baxın. VO3 pulsuz hazırla. Bu başlıqlı videonu izləyərək ətraflı şəkildə edə bilərsiniz. Az öncə qeyd etdiyim kimi kartınızdan pul çıxmasını istəmirsinizsə, hər ay 20 dollar çıxacaq. Bu başlıqlı videomuzda izləyə bilərsiniz ki, gələcəkdə sonra mənə deməyin ki, ay Natiq, sən demişdin bu pulsuzdur, amma ikinci aydan mənim kartımdan pul çıxdı. Belə şeylər deməmək üçün bu videonu izləmənizi tövsiyə edirəm. Hətta belə tövsiyə edirəm ki, VO3 işlədən qohumlarınıza, tanışlarınıza bu videonu göndərin ki, gələcəkdə bu problem yaradacaq sizin üçün. Bəli, sizə verəcəyim məlumatlar bu qədər idi. Kanalımızın inkişafına dəstək olmaq istəyirsə, az öncə qeyd etdiyim kimi aşağıdan kanala abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv edərək bizlərə dəstək ola bilərsiniz. İnşallah siz bu formada bizlərə dəstək olduqca kanalımız inkişaf edir. Kanalımız inkişaf etdikcə də bu formada faydalı videolarımızın davamı gələcək. Davamının gəlməsini istəyirsə, aşağıda kommentlər bölümündə yaza bilərsiniz. Əlavə suallarınız, çətinlikləriniz falan varsa, yenə aşağıda kommentlər bölümündə soruşa bilərsiniz. Digər istifadəçilər də sizinlə burada əlaqəyə girəcək və problemlərinizi birlikdə həll edəcəksiniz. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.